olsun dəyərli yoldaşlar. Mən Namazov Akademiyada təsvir incəsənət təlimçisi Aygün Cəfərovam. Bilirsiniz ki, artıq müəllimlərin işə qəbul imtahanına və müəllimlərin sertifikasiya imtahanı çox qısa bir müddət qalıbdır və biz də maksimum dərəcədə Namazov Akademi komandası olaraq sizlərin yanınızda olacağıq bu günlərdə və maksimum dərəcədə istər canlılarımız olsun, istər video izahlarımız, istər test izahlarımız olsun, hər biri ilə sizlərə dəstək olacağıq. Siz də bu videolardan, canlılardan faydalanmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın və like edib şərh yazıb bizə dəstək olsanız biz də sevinərik. Dəyərli yoldaşlar, bundan öncəki videolarımızda sizlərlə istər təsvir sənət haqqında ümumi məlumat olsun, memarlıq üslubları, bunlardan bəhs etmişdik. Bugün isə müəllimlərimizin çox saylı istəkləri nəzərə alaraq mən nəzərə aldıq ki, və biz dərs 1, dərs 2, dərs 3, bax bu tərzdə artıq dərslər yerləşdirək davamlı şəkildə mütəmadi olaraq kanalımızda və sizlər də bundan ödənişsiz şəkildə tamamilə faydalana bilərsiniz. Və bugün isə müəllimlər artıq imtahana çox az bir müddət qaldığı üçün çox həyəcanlıdırlar və ən çox istədikləri bir hissə var ki, xarici rəssamlar. Və mən də qərarı aldım ki, sizlərə xarici rəssamlardan dəstək olun, videolar çəkim, yeri gəlsə testlər işləyək bir yerdə, canlılar açacağım. Sadəcə kanalımıza abunə olun ki, anında xəbərdar ola bilərsiniz məlumatlardan. Sadəcə izahımıza keçirtmədən öncə sizə qruplarım haqqında məlumat vermək istəyirəm ki, mart ayı surət qruplarım artıq yaranır. Mart ayı surət qruplarım dərslər həftədə 5 dəfə 3 saat müddətində olmaqla aparılacaqdır və hər kəsə tək-tək fərdi şəkildə yanaşılır. Dərs izahları, PDF, video kaydlar hər biri qrup boya dərhal atılır və daha ətraflı bir məlumat istəyirsinizsə, əlbəttə ki, gördüyünüz 051 580 94 28 nömrəsi ilə əlaqə saxlayıb daha ətraflı məlumat ala bilərsiniz dərslərimiz haqqında. Bir də dəyərli yoldaşlarım, dərslər əslində belə deyək də bizim bir daha mart ayında başqa bir qrupamız yaranır ki, bu qrupamız isə necə bir qrupadır? Bu qrupamız da dərslər, PDF-lər və testlər qrupasıdır. Bu qruplarda mart ayından artıq aktivləşəcəkdir. Sadəcə siz 15 manat ödəməklə həm dərs izahlarını, həm testləri, həm PDF-ləri əldə etmiş ola bilərsiniz və biz ayda sizdən 2 dəfə canlı sual cavab eləyəcəyik və şəxsən özüm hər kəsdən tək-tək sual cavab götürəcəm. Yenə dediyim kimi, ətraflı məlumat üçün dərslərimiz haqqında ekranda gördüyünüz nömrələrlə əlaqə saxlaya bilərsiniz. Gəlin keçək sizlə artıq videomuzun izahına, dərsimizin izahına. Bugün sizlə artıq sistemli şəkildə getmək istəyirəm bu arada. Bugünkü dərs birimizdir. Artıq növbəti dərsimiz dərs 2-də digər xarici rəssamları izah edəcəm. Bugün sizdən Fransiska Goya'dan bəhs edəcəm. Fransiska Goya kimdir? Fransiska Goya necə bir rəssam idi? Onlardan danışacağım. Fransiska Goya ümumiyyətlə İspan xalqının görkəmli nümayəndələrindən, rəssamlarından biridir ki, Fransiska Goya'nın mən indi sizə Lori dilindən belə deyim izahını, həyatı 3 mərhələyə bölünübdür. Elə bilin ki, Fransiska Goya birinci dövr sarayda işləyibdir və portret ustası olubdur. Ətraflı elmi məlumatlara keçəcəm. Sadəcə biraz belə elmi dildən uzaqlaşaq anlamağımız üçün və 3 mərhələyə bölünübdür. Birinci mərhələsi portret ustası olub sarayda işləyibdir və sarayda işləyən zaman saray əhalisini çəkibdir. Daha sonra İspaniya və Fransa arasında böyük Fransa inqilabı başlayıbdır və üsyan, müharibə çox təsir edibdir. Üsyanda iştirak edibdir və üsyan çox təsir edibdir Fransiska Goya'ya. Ondan sonra o eşitmə qabiliyyətini itirir ölümünə yaxın müddətdə və belə deyək də öz hər şeydən uzaqlaşır, bir çayın kənarına gedir. Bir çayın kənarında Çarın evi adlanır bu arada, onun evi. Bir ev alır və başlayıb qara tablolar işləməyə. Gəlin baxaq görək, bəs bu Fransiska Goya necə bir həyatdan keçib, necə keşməkeşli həyat olub, bəs yaradıcılığı necədir, bizə hansı suallar düşə bilər, biz nələrlə rastlaşa bilərik.
Dəyərli yoldaşlar, ümumiyyətlə romantizm cəryanında işləyibdi Fransiska Goya. Bəs yaxşı romantizm nədir? Romantizm fransız sözündən gəlib elə 18-ci əsr, 19-cu əsrlərdə olan klassizmə zidd bir cəryan idi. Klassizm nədir? Klassizm haqqında sizə gələndə daha ətraflı məlumat verəcəm. Qısa bir məlumat verim sizə. Klassizm antikliyi etalona çevirdilər, klassiklər, nümunəvi deməkdir. Klassizmlər əsas qayda götürürdü. Bax, bunu elə qeyd edəcəm sizin üçün. Bax, klassiklər üçün ən vacib nüans qaydaydı. Amma romantiklər üçün isə, romantizmdə işləyənlər üçün isə ən vacib qayda hisslərdir. Yəni, qayda deyilməyim də ən vacib nüans hisslər idi. Yəni, bu ikisinin fərqi bundan ibarət idi. Klassiklər qayda, romantiklər isə hisslərə əsaslanırdı. Deməli, romantizmdə dediyim kimi təkcə deyirdik ki, hisslər, güclü etirazlar, insan xarakterinin təsviri, mənəvi həyatın yaradıcılığına xarakterik bir təsvir edir ki, burada bu romantizmdə bütün qəribə, fantastik, bədii, təkcə həyatda deyil, elə əslində kitabda olanları romantiklər adlandırırdılar. Yəni, əslində deyildi, bütün bunlar, bu hisslər, hansı ki hisslərdən danışırıq, bunlar da tək real həyatda deyil. Elə kitabda olanları romantik adlandırırdılar. Elə romantizm cəryanı görkəmli işləyən sənətkarlarından, rəssamlarından biri də Fransiska Goya idi. Və Fransiska Goya gözəl dediyim kimi, gəlin baxaq burada, Fransiska Goya qrafika və rəngkarlığı çox gözəl işlənmiş, uğurlu sintez yaratmışdı və portret ustası düz işləyirəm. Çox gözəl portretlər işləyirdi Fransiska Goya, portret ustasıydı. İlkin mərhələsi, mən sizə bayaq videonun başında dedim, 3 dövr kimi düşünün, birinci mərhələsi saray dövründə işlədiyi dövr portretlər işləyirdi. Bax, həmən dövrlərdən bəhs edirəm sizə ki, burada həmən dövrlərdə o portret ustası kimi çalışmışdı. Bəs yaxşı, kral dövründə dediyim kimi, kral sarayında işləyirdi. Bəs onun hansı əsərlərini mən sizə misal çəkə bilərəm? Misal üçün, gəlin birinci mən sizə Hersoqun ailəsindən danışım. Hersoqun ailəsi adlı bir əsər işləyirdi ki, bu Hersoqun ailəsi də elə kral sarayında işlədiyi zamanlar çəkdiyi əsərlərdən biridir. Bir də sizə belə bir Kral Karlın 4-cü Kral Karlın ailəsi adlı əsərini çəkəcəm. Misal ki, bu əsəri, baxın, belə durun, daha ətraflı görün əsəri. Bu əsərdə kral, yoldaşı, uşaqları və ailəsi təsvir olunub ki, bu əsərdə təhlili düzüb düşməz. Çünki bunun təhlili kitabda yoxdur, amma sadəcə mən sizə məlumat üçün verim ki, bu əsərdə Goya həyat yoldaşını, kralın həyat yoldaşını daxili eybəcərliyini üzə vurmuş və olduğu kimi çəkmişdi, eybəcərcəsinə və bu o dövr üçün çox böyük bir şey idi və heç kəs kralın ailəsini, yəni kralı o dərəcə eybəcər çəkə bilməzdi. Ona görə də, baxın, elə onunla sintez ediyin ki, kitabda da bu cümləmiz var, Goya qorxmazlığından seçilir. Goya bir rəssam olaraq qorxmazlığından seçilən bir rəssam idi. Bundan başqa müəllimələr, onun dediyim kimi İspaniya və Fransanın üsyanı var idi. Fransa-İspaniya üsyanı və o üsyanda Böyük Fransa İnqilabı belə dedim, müharibəsi zamanı əsərlər işləmişdi və Böyük Fransa müharibəsindən sonra Goyanın əsərləri tamamilə dəyişir. Bax, bu cümləni bir də deyəcəm, mütləq yadınıza saxlayın, mütləq bu cümlə önəmli cümlədir. Deməli, o Madriddə 2 may 1808, bir də deyirəm, 1808 2 may üsyanı var idi ki, bu üsyanda bizə göstərir, baxın, 2 Madrid 2 may üsyanını çəkmişdir ki, İspan xalqının Madrid üsyanını təsvir etmişdir. Daha sonra həmən günün sabahısı, yəni 3 may tarixində üsyancılar yatırılır və üsyancılar güllələnir. Bax, bu an təsvir olunub 1808-ci mayın 3-də üsyançıların güllələnməsi. Bu əsərin də təhlili yoxdur, sadəcə məlumat verəcəm qısa şəkildə sizə. Bu əsərdə üzü görülməyən əskərlər və belə deyək, bir sıra
güllələnmiş insanlar və bir də ən vacib nüans olan bizdə ağ köynəkli oğlan. Ən vacib obrazımız budur bizim. Baxın, bu ağ köynəkli obraz. Və bu ağ köynəkli obraz da əllərini açmış, sipər etmiş, digər insanlar özünü sipər etmiş bir insan təsvir olunub ki, burada hətta əllərini diqqətlə incələyiblər ki, çarmıxa çəkilibdir əllərinin içi. Çarmıxa çəkilməkdə, yəni mismarlanmaq, yəni işgəncə növüdür. Bax, bu da mayın üçünə üsyançıların güllələnməsinə aid çəkdiyi əsərdir. Dediyim kimi, Qoyan iki əsəri üsyana aid çəkdiyi 2 may üsyan, 2 maddə üsyanı, 3 may isə üsyançıların güllələnməsi, müharibəyə çəkdiyi əsərlərdir. Bitdimi? Xeyr. Bundan başqa onun Madriddə üsyana aid çəkdiyi ki, Ofortları var idi. Ofortlar nə deməkdir? Sizə bunun Ofort haqqında, ümumiyyətlə qrafik haqqında sizə rəssamlardan sonra geniş bir ətraflı video çəkəcəm, onda daha ətraflı deyəcəm, amma qısa bir məlumat verim. Ofort metal üzərində işləmədir. Qrafikanın bir növü olan gravürün bir texnikasıdır və Ofort George mənasını verən bir metal üzərində işləmədir. Və onun Ofortları vardı ki, nə böyük cəsarət, bir qadının cəsarətindən bəhs edir bu əsərdə və bir əsər daha onun əsərdir. Sağlam düşüncə və yaxud da ki, onsuz adlı əsərdir ki, burada da, yəni dediyim kimi, müharibəyə aid təsvirlər çəkilibdir. Daha sonra onun əsərləri başladı gərginləşməyə. Niyə? Çünki bayaq videonun başında dedim ki, sizə Böyük Fransa İnqilabından sonra Goyanın əsərlərinin xarakteri kəskin olaraq dəyişdi və onun əsərlərində qara tablolar başladı çəkilməyə. Onun artıq müxtəlif janrlardan keçdi və o artıq qara tablolar işləməyə başladı. Düzdür, bunlar kitabda yoxdur, düşmə ehtimalı olmaz. Amma mən hər ehtimalı sizin üçün, yəni qara tablolar nələr işləyir, hansı təsvirlər, bunların bir neçəsini nümunə olaraq göstərirəm. Və Goyanın, dediyim kimi, 22 dənə qara tablosunun ən qorxuduncu, belə deyək də, sarsıdıcı rəsmlərindən biri Saturn öz uşaqlarını yeyir adlı əsərdir. Və bu əsərdə Saturn öz oğlan uşaqlarını yeyir ki, onun yerinə keçməsin. Belə bir rəvayətdə deyilinə görə ki, Saturn kralı öz doğulan oğlan uşaqlarını yeyir ki, onu cadugar deyib ki, bəs səni öldürüb sənin yerinə keçəcəkdir. Və o da başlayır uşaqlarını yeməyə doğulduqca və oğlan uşağının biri necə olsa sağ qalır və həqiqətən onun öldürüb yerinə keçir və belə bir epizoddur və burada həqiqətən o epizod təsvir olunubdur. Bu isə qara tablolarına demək istədik dəhşətlərindən biridir və bundan başqa onun çox qara tablosu yəni var, amma bir də onun bir dənə tablosu var, boşluqda küçük adlı qara tablosudur. O əsərin tamamlanmadığımı, yəni ömrün çatmadığımı, yoxsa belə deyək də sadəcə onun həyatda boşluqda olduğunu təsvir olunub bilinmir. Yəni, qara tablolar onun artıq düşüncəsinin dəyişdiyini demək istəyir və Çarın evi adlanırdı, onun yaşadığı ev. Bundan başqa, onun qara tabloları qədər həqiqətən çox sarsıdırdı onun əsərləri. Və bundan başqa, Goya dediyim kimi də, bayaq videonun başına dedim sizlərə, o çılpaq həqiqətə can atırdı və qorxmazlığı ilə seçilirdi. Bax, bunu yadda saxlayın, önəmli yerlərini vurğulayıram ki, dönə-dönə yadda saxlayın siz artıq burada sizinlə hansı testlərdə hansı suallara rastlaşa bilərsiniz, nələrə diqqət yetirməlisiniz və ümumiyyətlə Goyanın üslub texnikası necə idi? Goyanın üslub texnikası tənqidi realizm, romantizm, rənglər və qrafika idi. Mütləq və mütləq bunlara diqqət yetirməlisiniz. Üslub texnikaları düşərmi? Düşər. Yəni, üslub texnikaları mütləq diqqət yetirirsiniz və ən vacib belə xarici rəssamların üslub texnikalarına diqqət yetirməkdir. Bax, bu bizim bugünkü dərsimiz olan Fransiska Goya. Gəlin bir dəfə də ümumiləşdirdim sizin üçün Goyanın ən vacib nüanslarını vurğulayacağım sizə. Goya qorxmazlığı ilə seçilən, çılpaq həqiqətə can atan bir rəssam idi. Goya Böyük Fransa İnqilabından sonra kəskin şəkildə əsərlərinin janrını dəyişir. Onun əsərləri insanları sarsılmağa başladır artıq. O 22 dənə qara tablo işləyir. Amma ondan da bax, onun işlədiyi əsərlər ki, sarayda işləyən zaman portret, gözəl portret ustası olur. Bundan başqa o Kral 4-cü Karlın ailəsi, Hersoqun ailəsi kimi gözəl əsərlər işləyir. Sonra müharibə baş verir İspaniya və Fransa arasında və onun əsərləri ondan sonra bax dəyişməyə başlayır ki,
Fransaya çəkdiyi İspaniyaya çəkdiyi Madrid 2 may üsyanı və 3 may üsyançıların güllələnməsi ofortları var idi və bu ofortlar nə adlanırdı? Müharibə fəlakətləri ofortları adlanırdı ki, nə böyük cəsarət, sağlam düşüncə yaxud onsuz. Bax, bu da bizim Fransiska Goya haqqında məlumatımız. Gələn dərs görüşmək ümidi ilə, əlbəttə ki, bu bizim dərs 1-imiz idi. Davamlı şəkildə, mütəmadi şəkildə dərs 2 yüklənəcək, dərs 3, dərs 4, dərs 5 imtahana qədər, maksimum qədər sizlərə dəstək olacaq. Əgər sizin də hansısa bir mövzuda çətinliyiniz varsa, hansısa bir mövzunun daha önə düşməsini istəyirsinizsə, əlbəttə ki, aşağıda rəy bölməsinə yazıb fikirlərinizi bölüşə bilərsiniz. Biz sizlər üçün onları hazır edəcəyik və yaxud da ki, daha başqa bir təklifləriniz varsa onları da bildirə bilərsiniz. Dediyim kimi, sürət qruplarıma da qoşulmaq istəyənlər 051 580 94 28 nömrəsi ilə əlaqə saxlaya bilər. Təşəkkür edirəm.